Başa düşürsünüz ki işimiz engeldir. Ne olub ağa bala? Niye məni çağırmışsan? Bunu bil ki Zəhra xala, mən bu kulübün direktoruyam. Siz ise burada kaçışasınız. Yaxşı, qışqırma. Xala, əgər sən bir də mənim sözümü kəsib, intizamı pozsan, sənə töhmət elan edərəm. Sən bu sözləri Gülzar xalana da demişsən. Kulübdə xala çoxdur. Hacıoğluysa bir dənədir. Bir dənədir, bəs Riza? Bir həmin, bir onu yuxudan oyat, yoxsa deyilənləri eşitməz. Rıza! Sizə bildirməliyəm ki, sabah kulübümüzə xüsusi bir komissiya gəlir. Öz fəaliyyət dərrəklərimizin işlərini kökündən yoxlayacaqlar. Neysə, işlərimizə baxacaqlar. Budur. İşləri gücləri tutarıb, niyə baxacaqlar? Niyə baxacaqlar? Yox, nəyə baxacaqlar? Bəli, yaman yerdə axşamladıq. Bugün akşam yapaşı sabah sabah. Nə var? Ne var? Vallahi heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz cəmaatın xoşuna gəlmir? Biz nə eləyə bilərik ağa bala? Heç utanırsınız. Gedim qohum akrabadır. Bədəyaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işe götürdüm. Kimi işten götürürler? Səni. Məni ve seni. Səsinizi kəsin! Təcili tədbir görməliyik ki, sabah klubda öz fəaliyyət dərnəkləri olsun. Fikirləşin! Hamınız fikirləşin! Tapmışam! Rıza! Rıza, yaxşı bir oxuyan tapa bilərsən. İtirmişəm kitabı. Oxuyanı mən taparam. Bizim qonşu arvadın. Səsi var. Yox, oğlunun səsi var. Mən anasına deyərəm, anası da oğluna deyər. O deyili oxuyar ki, komissiya lap mat qalar. O xanəndədir. Yox, dəniz buruqlarında işləyir. Adı gərək ki, Baxtiyar Muradovdur. Hala, neftçi, oxuyan. Bu lap yerinə düşər ki. Hamınız qulaq asın. Sizin hər biriniz mavacib aldığı sahənin işinə cavabdehdir. Ədir, gör nə deyirəm.